tək qütblük, çox qütblük məsələsində soyuq müharibədə biz bilirik ki, iki qütb idi. Sovet İttifaqı idi və o tərəfdə Qərb cəbhəsi idi, Atlantikçilər. Sonra Sovet İttifaqı dağıldı, daha çox 90-cı 2000-ci illər arasında tək qütblü oldu deyək. Yəni ABŞ-nin açıq-aşkar bir hegemoniyası. Sonra bəs xüsusən Qərb dünyasında müzakirələr getdi. Eyni zamanda Şərqdən müqavimət göstərildi ki, yox, tək qütblü qəbul edilməzsə, əslində akademik müstəvidə müzakirələr getdi ki, çox qütblülük güya daha yaxşıdır. İndi bu güyanı ona görə deyirəm ki, o da ola bilər, bu da ola bilər. İndi çox qütblülüyün də bu siz dediyiniz kimi üç qütbdən ibarət olması, yəni Çin, Rusiya, ABŞ olması bu Avropanın da maraqlarına ziddir və başda Fransa olmaqla buna qarşı çıxırlar. Əlbəttə çıxırlar. Təbii ki, istəmirlər. Bax, Ukrayna məsələsində niyə ortaq nöqtəyə gələ bilmir? ABŞ-dan Rusiya razılaşır, Avropa razılaşmır. Açıq şəkildə bunu da nümayiş etdirirlər. Böyük Britaniya buna razı deyil, narazılıq eləyir. Avropa İttifaqı narazıdır açıqcası. Və əslində mən çox üzr istəyirəm, əgər üç qütb həqiqətən olacaqsa belə, Çinlə Amerika Birləşmiş Ştatlarının bu potensialı, bu qüdrəti, bu gücü var deyək. Rusiyanın o qədər potensialı, o qədər gücü yoxdur.